Hər birinizə salam kanalımın dəyərli izləyiciləri. Sevilən müğənni Aysun İsmailova qızı Sevgi ilə Misirə istirahətə yollanıb. O Misir istirahətindən yeni görüntülər paylaşdı. Söz edən görüntüləri təqdim edirəm. Yeni xəbərlər izləmək üçün kanalımıza abunə olmağı, videolarımızı bəyənərək kanalımıza dəstək ola bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Əziz analar, əgər doğrudan da övladınıza yaxşı pediatr və yaxşı nevropatoloq axtarırsınızsa, heç uzağa getməyin. Çünki yadınızdadırsa, bir gün bundan öncə paylaşmışdım ki, Sevgi 38 qızdırması var və bir gün sonra biz tətilə gəlməliyik, getməliyik. Səbinə xanım, mən ona möcüzəm deyirəm, doğrudan o yaxşı ki var. Demək, Sevgi doğulandan bugünə qədər Sevginin tək həkimi Səbinə xanım olub və bugünə qədər bir dəfə də qoymayıbdır ki, Sevgiyə ya iynə vurulsun, ya sistem qoşdurulsun. Düşünün ki, bir dənə sirop yazdı, hansı ki özü də ölkə xaricində idi. Bir siropla Sevgini bir günə ayağa qaldırdı. Mən sizi çox sevirəm. Yaxşı ki varmışsınız Səbinə xanım. Öpürəm sizi. Demək uşaqlar, otelin ərazisi hədsiz dərəcədə böyükdür, çox böyükdür. Bu bir həftə içində sizi hər yerə tanış eləyəcəm. Onu demək istəyirəm ki, burada hər gün axşam şoular olur. Əgər siz sırf əylənmək istəyirsinizsə, doyunca tətilin dadını çıxartmaq istəyirsinizsə, bu otel tam elə o oteldir. Burada belə səs olmağına baxmayın. Otağa keçib qapıları bağlayan kimi səs yoxa çıxır, səs gəlmir. Yəni möhtəşəm bir oteldir. Bu qədər tətilə getmişəm, bu qədər çox sevdiyim otel hələ ki olmayıb. Baxmayaraq ki, hədsiz dərəcədə lüks otellərdə də olmuşam, amma buranı çox sevdim. Sabahınız xeyir olsun. Biz artıq hazırıq, gedirik səhər yeməyinə. Daha sonra hovuza gedəcəyik. Dostlar, bir şeyi vurğulayım ki, otelin ərazisi çox böyükdür. Amma buna baxmayaraq, otelin bagiləri o qədər çoxdur ki, heç resepsiyona zəng eləyib bagi sifariş etməyə ehtiyac belə yoxdur. Hazırlaşıb aşağıda gözləyirsiniz. Çünki hər saniyə bir bagi keçir. Ərazi böyük olduğundan bagilər çox tez-tez dövr eləyirlər. Yəni otel ərazisində, otel daxilində. Yəni hər 5 dəqiqədən bir yanından bir bagi keçir. Ona görə mənim üçün önəmli idi. Çünki insan uşaqlı olanda və ya xanımlar bəzənəndə kablukda bu boyda ərazini piyada getmək biraz çətin olar və bagi sifariş edib gözləmək də biraz yorucu olur. Dostlar, bura uşaq üçün olan restoranlardan biridir. Vurğulamalıyam ki, burada olan hər restoranın içində toplam 14 alikart var, 3 də ana restoran var. Və hər restoranın içində ayrıca belə uşaq üçün bölüm var, uşaq restoranı var. Hansı ki, burada sırf uşaqlar üçün yeməklər hazırlanır. Baxın, sırf uşaqlar üçündür hər şey. Uşaqlar üçün pankeklər, şo verirəm. Sosiska, yumurta, kaşa, yəni cürbəcür, soyutma yumurta, bu nədir? Kartoşka, hətta yoğurtlarına qədər. Hər bir şey var. Sevgi! Seni kurban olum.
Otağa girdik ki bizi bu qarşılayır. Nə xoşuma gəlməsin də açkisini qoyub. Yox, prичем тут мамочки, блядь. Otağın qapısını açdım, riski bunu gördüm, dəli oldum. Bu nədir? Sən buna oxşayırsan. Bu nədir ki, vəbşə mən? Görür mənim neylədir. Dostlar, hal-hazırda veranda restoranındayıq. Baxın, burada da uşaq kuxnası var və bu da mən.